Odur ki 1990-cı illərin əvvəllərindən başlayaraq aeroport Azərbaycanlılardan ibarət milis dəstəsinin nəzarətinə verildi və milis mayoru Əlif Hacıyev ora komendant təyin edildi. Müsahibim Xocalı şəhər aeroportunun komendantı Əlif Hacıyevdir. Əlif indi əməliyyatdan indi gəlir. Əlif, son vaxtlar Xocalı aeroportu haqqında xeyli şayələr gəzir. Məsələn, bir gün eşidirik ki, erməni bayevlikləri tərəfindən tutulub. Bir gün eşidirik ki, Azərbaycanın milis dəstələri buradan çıxarıb. Bir gün də eşidirik ki, Rus ordusu tərəfindən aeroport tutulub. Vəziyyət necədir? Fidadır, özünüz gəldiniz, gördünüz vəziyyəti. Bu hamısı tam yalandır. Aeroport Azərbaycan nəqliyyat milisi tam nəzarət edir. Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən tam nəzarət olunur. Özünüz də görürsünüz ki, aeroportda bizim uşaqlardır. Bundan tam arxayın ola bilərsiniz. Bu ancaq şayələrdir. Bir də deyirəm ki, özünüz də görürsünüz, təchizatımız yaxşıdır. Azərbaycan Nəqliyyat Milisinin rəhbərliyi, Respublika Daxili İşlər Nazirliyinin rəhbərliyi bu barədə biz əlindən gələni eləyirik. Biz də sitədən demişik, Azərbaycan xalqına bir də deyirik ki, aeroport möhkəməllərdədir. Tabi bunun ölüb çölməyi mənə gəlir ki, yeri yoxdur. Yanvar ayının 28-də Ağdam-Şuşa marşrutu ilə uçan sərnişin vertolyotu vuruldu. Nəticədə 40 nəfər dinc sakin həlak oldu. Bundan sonra Xocalıya uçan vertolyotların da arası kəsildi. Bundan 2 həftə sonra Malıbəyli və Quşçular faciəsi yaşandı. Erməni yaraqlılarının hücumu nəticəsində təkcə Malıbəyli kəndində 50 nəfər öldürüldü, yaralandı və əsir götürüldü. Bu daha böyük faciələr üçün bir siqnal idi. Növbədə isə Qaradağlı və Xocalı vardı.